Hə, narahat olma, hər şey istədiyimiz kimidir. Əlbəttə inanır, qardaşıyam axı. Yaxşı, yaxşı. Sonra danışarıq. Oldu, sağ ol, sağ ol. Deyirəm, inana bilmirəm, bir-birimizi tapmışıq. Mən də. Yaxşısan. Gəlin, gəl həkimə gedək. Gəl. Yox. Həkimə ehtiyac yoxdur. Bilirsən də mənə nə lazımdır. Yaxşı. Sən get dərsə görüşərik, yaxşı? Məndən narahat olma. İndi dərsə gecikirik, qalxaq dərsə. Müəllimimdir. Salam eləm. Yaxşı, indi sən get dərsə görüşərik. Yaxşı, sağ olun. Sən qardaşımın yanında niyə elə danışırsan? Sənə bir şey deyəcəm, amma pis olacaqsan. Nə olub? Baxın da oldu göyçək ulan. Yusuf neydi? Kuklaya oxşayırdı. İndi gedə bilərsən salona. Nənə, kim bilirsən babama nə şərtlər qoyumsan? Vay, yaz. O vaxt babanın da saçını nənəm kəsmişdi. Ne daha gedə? Bayaqdan dildil ötürdün. İndi nə oldu? Qıdın alıb. Saçından bir yerdə dilin də getdi. Yox, Hürü nənə. Banuya hər şey qurbandır. Saç nədir ki? Qadam falan olsun sən istəməyənlərin ürəyinə. Sən bu imtihandan yaxşı çıxdın. Amma bu ən yüngül idi. Yazıq daxı nənə. Ah, sən kiri. Mən özüm bilirəm nə inirəm. Banu nənə düz deyir də. Lazım gələr Fərhad kimi dağ yararam, Məcnun kimi də səhraya düşərəm nənə. Bu qadın ağam. Bütün ağracın olsun məni istəməyənlərin ürəyinə. Bax, bu sözün ürəyinə yağ kimi yayıldı. Yaman xoşuma gəldi. Yaxşı Tural. Gül. Belə getsə, sən birazdan Məcnundan da Fərhaddan da betər olacaqsan. Kiraz. Bax, sənə bir böyük məsləhətim var qadın alım. Gördün ki bu Banu şalvar zat deyil. O dəqiqə ayaqlarını qır. Niyə o nənə? Bu Nijemiya gedə. Az gözün niyə bərəldirsən uşağa? Onu tək görmüsən? Belə deyil nənə. Bu həmişə mənə gözüm bərəldir. Mən bilsən buna necə qorxuram? Qutardıya bugündən şalvar geydi yoxdur. Bir də o dodağına çəkir ha qırmızı. Gözünə də qara. Elə ki gördün, de ki bunların da hamısını yığışdırsın. Baş üstə. Pis, bugündən bəzənmək də yoxdur. Nə qışqırırsan? Boy. Biraz yavaş ol da. Nə qışqırırsan nəvəmin üstə? Sən dedin də ay nənə. Yaxşı, yerin gelin dərsinsə. Necə köçməliyik? Nə danışdınız siz? Hə? Atanın işinə görədir də. Nə bomba fikirləşmisiniz? Hə? Bəs mən? Bəs mənim universitetim, hə? Bunlar fikirləşməmisiniz siz? Oğlum, dedim ki gözlənilməz oldu. Da indi niyə deyirsən ki? Elə samolyota minəndə bileti əlimə verərdin, gedərdik də, hə? Mahir,
Atanı əsəbləşdirmə. Hə də, mən kiməm ki? Mənim nə şəxsi həyatım var, nə dostum var, nə universitetim var, heç şeyim yoxdur. Biz həyatımızı atamıza görə yaşamalıyıq, hə? Boş yerə danışırıq. Dedim ki, biləsən, imtahanlarından sonra universiteti dondururuq. Sonra sənədlərini Polşada verib oxuyarsan. Bildin? Halaldır. Hər şey xırdalığına kimi fikirləşmisiniz. Halaldır. Mahir, oğlum. Deməli siz elçi gəlmisiniz, hə? Əlbəttə bacım. Bilirsiniz necədir? Bir qız sizdə, bir oğlan da bizdə. Elçiliyə gəlməyəndə nəyə gəlmişik ki? Şəfa, sən bunları tanıyırsan? Tanıyırsan nədir? Gecədən səhərəcən telefonla danışırlar. Anam düz deyil. Bilirsiniz bacım, belə tərif kimi çıxmasın, pis çıxmasın. Oğlum çox mərfətli, qanacaqlı, alicənab, hər şeyin yerin bilən uşaqdır. Hə, avtobus şoförüdür. Yaxşı qazanır. Bu yaxınlarda da elə təzəlikcən boşanıb. Dədamamın özünə bax hanım. Sən yetim qalasan. Az onun yeridir indi. Nə dedim ki? Əslində biz bura tanışlığa gəlmişik. Bu dəqiqə hər söz eşitməyə yox. Atam düz deyir. Mənim qardaşımın ili hələ çıxmayıb. Siz nə danışırsınız? Allah köməyin olsun. Biz onsuz da indi toy eləmirik ki. Siz bir ildən sonra da gəlsəz, mən yox deyəcəm. Çünki mənim şoferə, boşanmış adama verəcək qızım yoxdur. Zəhmət olmasa durun gedim. Bibi, neyinirsən? Səndən sonra danışacağım. Minnətin olsun. Gül kimi boylu buxunlu oğluma qara qızını vermək istəmir. Hava xanım, dur ayağa. Gedirik. Getməyin də, çay gətirim sizə. Şəfa düz deyir. Getməyin də çay çək. Elşad, dur. Bibi, nə elədin sən? Ay qız, sən xəstəsən? O nə oğlan daz gətirmirsən qapıya, ha? Ayıb olsun sənə. Səndən icazə almalıyam? Yadından çıxartma ki, sən mənim qardaşımın familiyasını daşıyırsan. Səncə mən eləsinə səni verərdim, ha? Artıq söz eşitmək istəmirəm. Get otağıma. Get! Deyəsən, qız qayıt, tombiki bilib şoka düşüb ağı. Düzdür. Bir dəfə qız qayıt uca bildi ki, onun təkrarı varsa, o da mənəm, mən. İnşallah ki, itirində bir yerdə olacaq. İndi hansınız içsiz? Ayıb olsun, onu sualı versən mənə. Necə yəni hansınız içsiz? Mən olaram da yəqin ki, evin kişisi dörəm, it olaram. O da evin xanımıdır da, nazlı qozlu, o da pişik olar. Mən hürərəm, o da pişik kimi miyollayar. Düz demədim? Dayı denən it pişik kimi yola gedəcəksiniz ki. Bir dəfə, acığa biz hamıya sübut eləyəcəyik ki, itlə pişik yola gedir. Görərsən. Bütün taylar mənlikdir. Mənlikdir. Yo, mənlikdir. Nüsrət, qardaş canı inciyərəm, mənlikdir. Cəhənnəmə incə, mənlikdir. Nüsrət, xəstəsən ya başıma daş düşüb? Xəstə olsun məni istəməyənlər. Sumurqa. İndicə siz məni istəmsiniz də. Ay sizin şutqavızı təpikləyim. Bax bu təpiyiniz başıma gələcək.
Makaron var. Bax sən nə adından gülürsən? Bax sən nə deyib gülürsən? Ha. O indi xəyallardadır. Göydən heç salma düşəcək bir dəqiqə onun təpəsinə. Deyəcəm o nə xəyaldır. Santa Claus'um gələcək, Santa Claus'um. Birinci dəfə deyə mənə məktub yazır. Oyda, doğrudan gələcək. Aha, gələcək. Necə gözəl baxtın var. Hadi oradan heç çirkindən baxdı gözəl olur axı. Eybəcər. İndi yeni ildən sonra mən qırmızı maşınla gəlim instituta sizə acıq vereyim. Görün siz də. İnci də böyüdən çıxsın. Mən vurdum maşınla. Qalasan elə orada. Ala bu da zangazang bezdirdi bu itləri. Nə qədər təbrik olar. Uşaqlar öz aramızda bu şaxta ovalarında mesaj lap bezdirib bizi. Deyim, heyfdir, kəndə gedir, ürəyin üstü adam gəlirsən, üzrə təbrik edirsən. Tətil olardı, gedərdi, ya. Siyam əkizləri niyə ayrı düşüb ki? Kim ayırıb bala sizi? Alo. Alo, Mahir, haradasan? Gəl çıx da. Nə? Nə danışsan o sən? Yaxşı. Yaxşı, ya danışaq. Nurlan, nə olub Mahirə? Nə bilimi deyir, universitetdən çıxıram. Necə çıxır? Hara gedir? Deyir, atamın işinə görə Polşaya götürür. Bir nəfər utanır deyilsən. Bana düzündə yaraşmayan saçlarım. Nə bilim, Tural, heç bilmirəm sən bundan sonra sevə bilərəm, ya yox. Ne dedin sen? Ha? Ne dedin? Ne dedin? Yaxşı. Zarafat eləyirdim də xəstə. Mən sən keçəl də olsan sevərəm, dişsiz də olsan. Ölərəm mən sənin üçün. Ölmeye ay deli. Yaşa, çirkin yaşa. Bir səndən fikrim var. Gəl bu tətildən istifadə elə. Mən də onu deyirəm də, qaçırdım səni. İstəsən sən nə qaçırdım? Bəs biz də onunla evlənməyəcəkdik. Onu demirəm mən. Radion deyirəm. Kostyumlar var desən. Gedəsi yoxla da, nə olar? Nə kostyumu? Nə olar? Gedəsi yoxla. Və budur dəyərli dinləyicilər. Banu xanım öz şirin tövsiyələri ilə Tural bəyi yoldan çıxartmağa çalışır, amma siz onun tövsiyələrinə aldanmayın. Başa düşmədim, niyə ki? Ay qız, sən qorxmusan qız fanatlardan, təsəvvür etsən məşhurluq, Tural! Özünü doğrayan kim, lezbalayan kim, öldürən kim, aşkım, Tural! Tural! Sən başıma yumruq vuran kim, ayağa təpiyi vuran kim, gözünü çıxardan kim? Boksör. Mike Tyson. Tyson, vermeden Tyson sevgilim. Komşular çıxacaq Tyson. Komşular çıxacaq indi. Mən çox utanıram. Yaraşmır əsasən. Mən niyə kəstirməyim soruşdum? Yadımda necə qəşəng kəsdi. Mənə doğma olan insanı tapmışam. İndi sən də deyirsən yalandır. Niyə? Niyə mənə oyun oynasın? Və burasını sən fikirləşəcəksən indi. Necə ki, fikirləşmədən həyatıma qəbul elədin qardaşımı? Hı? Eləcə də fikirləşməlisən ki, niyə ona belə tez inandın? Vəssalam. Yox, anlatmaz. Niyə yalan danışsın ki?
Məncə Murad səhv başa düşüb. Hə, Murad səhv başa düşüb. Qaşqabağını sallayıb niyə oturmuşsan? İndi onun vaxtıdır. Neyniyim, qucaqlayım öpüm səni? Çox sağ ol bibi, gələcəyimlə oynadın. Çox danışsan sənin iş gələcəyin də olmayacaq. Dur bacıva zəng elə, gəlsin o vərəqə qol çəksin. Əsəbiyəm bibi, bu dəqiqə hayda deyiləm. Üstümə gəlmə. Hə bibi, nəsə olub? Hə, Şəfa deyir ki, gəlsin o vərəqə qol çəksin, razıyam. Pulu qardaşına versin. Sən nə geyinəcəksən Gülşən? Uşaqlar, mən ola bilsin gəlmədim. Sən gəlmirsənsə biz də gəlmirik. Düz deyil, sən gəlmirsən cəhənnəmə gəl ki. Sən də öz adından danış, mən gələcəm. Gülşən, bu parti hamımıza yaxşı təsir edəcək. Əsas da sənə. Onsuz da heç nəyə geri qaytarmaq olmur. Hara gedirsən sən? Mahir, denən ki zarafat edirəm. Bir dənə Yevropeski oğlanımız var idi, o da gedir Avropaya. Ayıb olsun, utan usta. Samahat mənə görəndə deyir, Brad Pitt gəldi. Bir dəfə də Angelina şəklinin altına yazmış ki, oy Brad, my man, love you. Mən də yazdım ki, saçmaz, ağıllı ol. Ondan sonra Brad'lə Angelina boşandılar. Belə. Atamın işi orada olduğuna göre biz de məcburi gedirik. Sən уже öyrəşmiş deyə, Brad. Al yaxşın da, uşağı qırmaqdan sonra edirək verin. Düzdür da, özlər ora gedəndən sonra televizor dəyişmə, ha, Ponila. Elə bir burada doğulu başqa dildə danışan mənəm, Ponya. Ha, mən Sabrmeniyəm. Makı, sən zaman getməmişdən qabaq o fırlatdığın... Ne olub, elə şey deyirəm də, tasbih deyirəm. Onu verərsən mənə sən zaman. Sizin hamınızı çox istəyirəm. Getmək istəmirəm. Mahir, kaş indi getməzdin. Hamımızın sənə ehtiyacı var. Sənə nə olub Baydan? Yoxsa sevirsən ama? Səbinə, gic demə. Ayda can, yazıq. Bəlkə də burada sevgilisi var. İndi onu qoyub gedəcəksən burada. Getmə də Mahir, hara gedirsən? Gülşən. Nəsə olub? Bundan artıq nə olacaq ki? Gedirəm. Yaxşı yol. Getmə, qal. Belə şeylər deməyəcəksən. Uşaqlar deyib də,
Mənim deməyimin nə mənası var ki? Niyə demədin getmə? Deyə bilərdin də. Ay qız, ürəyin partlayır sənin. Öldürsən onun dərdini. Ağzını açıb bir kəlmə söz demirsən. Yaxşı ağlama. Yaxşı gəl, cübbulu. Küsməyin yeri yoxdur onsuz da. Kızlar! Ne olup burada? Ders vakti derse gelmek istemişsiniz. İndi de eve gitmeyi istemişsiniz. Gedin. Qabaqdan bayram gelir. Gedin evinizde bayrama hazırlaşın. Gedin, gedin. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. What fun it is to ride in a one-horse open sleigh. Oh, go jingle, what go jingle, oh, go jingle, what go jingle bells, jingle all the way. What fun it is to ride in a one-horse open sleigh. Crashing through the snow in a one-horse open sleigh. O'er the fields we go, laughing all the way. Bells on bobtail ring, making our spirits bright. What fun it is to ride and sing a sleighing song tonight. Bird machine. Check. Ne oldu baba? Ne oldu? Mən kakatizat olur baba. Mən dana da oldu da. Demə düz maskasaz ki, paltar kimi. Elədin də hamısı. Amma bizim qızlarımız maskadır ya hamısı. Yo, belə yaxşı. Həmişə maskada gəzmir. Bəzən eybəcər sifətini görməkdənsə, belə yaxşı. Gələn söhbət edərik, deyəm. Evin tikilsin. Koymadım beni gelin kendinize. Bunun ne de? Ne takıplar başlarına gözlerine. Tanımak da olmuş kim kimdi. Aynen ha. He ne? Hoş geldiniz. Van necəsən? Sən müəllimin nənəsinin gözünə görsənmə. Səndən xoşu gəl. Уже Necək? Abi şaxtaklar zadə qaldı. Gəlsin badar kanala versin də. Görmürsən mənim paltarımdan geyinib. Eyb yox ki, keçək başlamalıyıq səndən başlamalıyıq. Axşamınız xeyir xanımlar və cənablar. Hamınızı salamlayırıq. Salam bura. Ama ne yok?
O öz şahımızdır. Problem deyil. İmkan verirsən. Başlayın. Zəhmət olmasa mərkəzə doğru yaxınlaşardıq. Gel toplaşın. Hamınızı yeni il və dünya Azərbaycanlıların həmrəylik günü münasibəti ilə təbrik edirik və bu gecəni açıq elan edirik. İndi güya sən açıq elan eləməsəydin bayram incəcəkdi də. Yeni il az qalıb, yenə püskama gülən yoxdur. Gün ne günü, yeni ilə keçirik, yeni ilə. Bu qədər gözəl görsənmək olar. Deməli hələ barışmamısan. Ev yox, nənəmə deyərəm sənlə danışar. Yo, elə şey eləmə. 5 dəqiqə imkan verməsinə səndən küsüm. Bayram qutarsın onsuz da biz bu mövzuya qayıdacağıq. Bayramınız mübarək. Elə bildiniz ki, maşka paltarı giyinib gələcəm. Yenə məni allatdınız. Ay afaq, biz axı dedik maska partisi olacaq. Sən də inanmadın. Eybi yox, gülün. Qırmızı maşının açarını görəndə peşman olacaqsınız. Hey! Qarlı dağlar aşaraq, çox ellər dolaşaraq, gəldim sizi görməyə, nisçələri, hədiyələri verməyə. Canını azıca sımtıqlarsın. Qızqar görsün səni qısqanar. Mənim balalarım. Bir dənə babaya da yol verin. Gəl yerim. Buyur baba, buyur. Mahir, izin gözündə dünyanın axırı deyil ki. Gülşən, Mahir gözün səndən çəkmir ha. Bütün qızlar qələt edir sənin yanında. Özümü. Bir dənə sifətlərim var qızlarım. Adamı oxşamırlar. Gör nə gündədirlər. Bircə sən gözəlsən, sən. Bu itili bizim ilimiz olacaq, mənim qızqaydım. Nə? Sən bilə deyə qızqayt nədir? Deməli biz nə gündəyik də, biz adama oxşamırıq, hə? Yox, Vəbşə bir sən nə var? Adamın nəsə sifət olar, hə? Çıxardın maskalarınızı. Daha çıxardın, yoxsa hədiyələri verməyəcəm. Çıxardın. Sən də çıxar. Sən də çıxar. Çıxart deyirəm maskavı. Bunun öz üzüdür, sifət. Dostlar, deyirəm bəlkə hədiyələrimizi açmamışdan əvvəl dəyərli müəllimlərimizə söz verək. Qızqayıt müəllimə, Murad müəllim, buyurun. Bravo. Mənim gözəl tələbələrim, bu yeni ildə özümə nə arzulayıramsa, eyni şeyləri də sizə arzulayıram ürəkdən. Amma mən ərə getmək istəmirəm axı. Əziz tələbələr, əziz dostlar, mən də sizləri və sizləri böyüdüb boya başa çatdıran valideynləri, ümumən bütün xalqımızı 2018-ci il münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizlərə hamıya bolluca uğurlar və şanslar. Təbriklər. Üzr istəyirəm. İndi isə nə edirik? Nə varsa basıb yeri yansın. Rəqs edirik. Zibil oldu da, zibil oldu. Rəqs edirik. Bastalama damarının, damarının, kanalda kanının, kırma kanadının, bastalama damarının, damarının, kanalda kanının, kırma kanadının,
Rəhim götür davamını. Şinanayda yavrum şinanay, şinanayda opa şinanay, şinanayda yavrum şinanay, şinanayda opa şinanay, şinanayda yavrum şinanay, şinanayda opa şinanay, şinanayda yavrum şinanay, şinanayda opa şinanay. Seven sevenle oynamaz, əsəbini dökmə etmə naz, kulaq az dinləmən anlamaz, bəlkə heç olmadı bir də şans. Münasibətə saxla balans, hər şey olsa da az olsun taraz, səbr et biraz, yoxsa yox xilas, sonra edərsən ehtiraz. Hastalama damarının, damarının, qaralda qanının, qırma qanadının, hastalama damarının, damarının. Mi música no discrimina a nadie. Dayı ne oldu ya? Ne oldu abi? Ha. Bu kim getirme bu diyeceğim? Fıkı eləyir dedi. Seherden gelen o yaz gelir elinde saz, eline kurban o yallah. Güzel güzel o yaz, eline kurban o yallah. Güzel güzel o yaz, nenem mahizer nenem, ay nenem, can nenem, sevnerim süret nenem, hamdın güzel nenem, nenem koyulur, eller üstüne ala nenem. Dostlar, indi də vaxt gəldi çatdı bizim qrupda keçirdiyimiz gizli sorğunun nəticələrinə. Düzü heç bizim xəbərimiz yoxdur, bizim üçün də burada sürpriz olacaq. Və qrupun ən savadlı uşağı mən. Zərf açılır. Atabala! Bravo! Qrupumuzun ən gözəl qızı. İndidən hər kəsə təşəkkür edirəm məni seçdiyiniz üçün. İnci. Bravo İnci! Qrupun ən yaraşıqlı oğlanı. Zərf açılır. Pərviz. Ne gerek? Ne bilirsin? Ha, ben öğlen günümü bilmem. Yaxşı. Kasım babası Brad Pitt'e oxşasa da deyəcəksin ki, nə gündədir. Ki, mən bilmirəm, dekan oğlunsa. Şah deyil ki, neyse. Qrupumuzun ən yaxşı müəllimi. Murad müəllim! Nüsrət, gəl bura. Gururlandırdınız efendim, gururlandırdınız. Utandırdınız beni. Sizin mənim adıma layık olan hediye güzülü satmaz almaq, amma bayram deyib ya. Nə versin verin, nə versin. Şaxta baba, bizim gizli Santa oyununun hədiyələrini sən verərdin. Elə birinci Nüsrətdən başla. Nüsrət, buyur hediye bir götür. Nə deyir? Bax da. Aç. 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 Dadaşım. Baba da. Mümransılar da. Alkışlar, alkışlar. Ve. Nüsrət, bu qrupumuzun ən duzsuz oğlanına olan hədiyədir. Duz. Baba, bayramın elə mübarək olsun, sağ ol baba. Keçən növbəti hədiyyə, Səbinə, bu da sənin hədiyyəndir. Gəlin alqışlayaq Səbinə də, alqışlayaq və nə hədiyyə var orada? Qulaq. İstəmirəm bayramı burnunuzdan gətirim. Sonra danışaram sizlə. Ebi usta, şeylər, gələn sürdərik bu söhbəti, ebi o neysə. İşləyəm da. Of, mən hədiyyəm verim, ürəyim partladı. Sənin hədiyə var. Heç mənim dadım çıxmadı.
Səbirli olun. Səbirli olun. Olacaqsınız. Gəl Şaxta babanı alqışlayaq Şax. Hə, Tural, bu da sənin hədiyyəndir. Bəli. Yavaş. Çox sağ olun, sağ olun. Kim alsa təşəkkür edirəm. Deyirəm ki, belə bayramımız da xoş gəlir. Sanki belə huşdurum oğlun var. Çətin xoş gələ bayramımız. Biyavr elədi bizi. Hava xanım, sən bu ərin dəhşətdir, dəhşət. Niyə dəhşət olur? Düz deyir də. Biyabır elədin bizi. Mən elə qorxumdan susuram, danışmıram. Dədəmin qızı döyürəm, bir də o evə elçi gedəm. Hava xanım, narahat olmayaq, dədənin qızısan. Nə sayıqlayırsan sən yenə? Hava xanım, narahat olma. Sən o evə getməyəsən. Mən Şəfanı qaçırdacam. Necə inandırıcı oynadımsa qolu çəkdi. Yazıq qız elə bilir ki, qardaşına geyəcək pullar. Onun gözün qabağında pulları verərik sənə. Heç olmasa onun da əlinə pul dəysin. Bundan sonra bir dəfə məni rədd eləyəcəm İncini həyatımdan. Əl çəkəcəksən bu telefondan. İmkan verəcəksən, yeni ili keçirək. Qohumlarındır da bayramımı təbrik eləyir. Cavab yazmayam. Yaxşı, evdə cavab yazaram. Acından öldüm ya, harda qaldı bu yemək? Səbir elə, gələcək. Yaxşı, 5 dəqiqə gəlirəm. Həyatım, sənin dərdindən ölürəm. Bilirəm, məndən 100 kurs böyüksən. Amma mənim üçün fərqi yoxdur. Sən mənim olmalısan. İmza səni dəli kimi sevən bir A qrupu Tural. Nə deməkdir?
Yaxşısan Mahir? Get Gülşən. Tək qalmaq istəyirəm. Getmirəm. Sən də getmə. Niyə? Getmə də, getmə. Çünki mənim sənə ehtiyacım var. Mahir, mən səni sevirəm. Rüstəm, sənə bir söz deyim, kefin açılsın. De. Yadıma gəlir o gün bufetə falçı gəlmişdi. Ha. Mənə nə desə yaxşıdır. Nə dedi? Deyir ki, güya sən mənim qismətimsən. Nə deyir düzdür? Rüstəm, dünya dağılar, biz səndən bir yerdə ola bilmərik. Ürəyim darıxdı. Səbrim çatmır. Başım. Bu nədir? Yəqin şahsa babanın itdiyi tutum. 5 ay qalıb özümün. Hə, yola vereceksin, yola ver. Buyur, yola ver. Nüsrət! Okçubay, coşarıq. Səni boğacam! Nüsrət, Bravo! Uşaqlar hazır olun. Yeni ili qarşılayaq. Uşaqlar 10 saniyə qalıb getdi. 10, 9, 8, 7, 6, 5, 4, 3, 2, 1. Uşaqlar, bir də gözü istəyirəm. Uşaqlar, mən də yeni ili yeni həyatla başlamaq istəyirəm. İstəyirəm o həyatda sən olasan. İnci, mənlə evlənərsən?